TradingView hacklənir. Öz-özünə maraqlı Fibonacci'lər gəldi, getdi. Düşündüm, mən də sadəcə düşündüyüm şey odur ki, indiki nöqtədə bəli aşağıda likvidasiyalar var, necə deyərlər, sonradan girmiş longcular var, amma ki burada tək tərəfli də qalmaq istəmirəm. Öz iç səsim onu deyir ki, datalara baxdığımda qiymət elə bil düşmək istəyir. Qiymət elə bil ki düşmək istəyir. Və bu düşüşü də istəməyimin əslində biraz trade perspektivindən çox bir istək kimi var. Əsas nöqtəsi odur ki, qiymət indi düşsə, geridə qalan alıcıları alıb əslində yüksələ biləcək. Bax budur. Əsas mənim könlümdən keçən. Çünki əksi təqdirdə biz bilirik ki, tək ayaqlı bu şəkildə qiymət yüksəlişlərinin sonu təəssüflər olsun ki, yaxşı bitmir. Hər zaman üçün keçərlidirmi bu dediyim? İlla ki yanılma payı var. İlla ki. Amma bizim burada gördüyümüz odur ki, bir yerdən sonra bazar artıq yüksəlişə doyur. Yəni burada gördüyünüz kimi bu hissədə bazar çox yaxşı yüksəlib və yüksəlməyə də davam da edəcək. Bundan yana bir problem yoxdur. Eyni şəkildə bu hissədə də bazar yüksəlib və yüksəlməyə davam da edəcək. Amma bir toparlanma, geridə qalan alıcılara yenidən alma, son longlayanlar stopladı ki, Hyperliquid platformunda son bu təpədə neçə milyard dollar longların açıldığını sadəcə axırıncı yayında qeyd etdim. İnanılmaz rəqəmlərdir. Yəni ki, orada bilmirəm, orada deyirlər ki, oradakılar insiderdir və s. Heç bir insider perspektivi mən görmürəm. All time high'da longlayıb. Yəni bunun necə bir insiderlığı var ki, all time high'da longlayıb. Coinbase kimi burada mal toplayarsan, burada longlamazsan. Burada bir səhvlik var deyə düşünürəm. Və insanlar da əslində baxıb 2 milyard, 3 milyard dollar dəyərində longlar açıblar. Məncə çox böyük rəqəmlərdir bu və bunların cəzalandırılması lazım olduğunu düşünürəm. Bir digər tərəfdən burada gördüyüm çox gözəl bir bənzərlik var. Gəlin birlikdə baxaq. Bu nədir? Qiymət burada gördüyünüz kimi bir range içərisindədir. Və qiymət bir dibi tapdıqdan sonra tək ayaqlı bir şəkildə yüksəlməyə başlayır. Ondan sonra gəlir, ən sadəsindən bir swing failure pattern eləyir. Ondan sonra bir balaca geri çəkilmə elədikdən sonra təzədən swing failure pattern eləyib qayıdır. Həftəlik şamlardadır bu gördüyümüz vəziyyət. Və bu hərəkət yaşandıqdan sonra həftəlik şamı aşağıda bağlayır, yəni ki swing eləyə bilmir. Şam qapanışı yüksəkdə deyil. Ondan sonra qiymət ay bazarına daxil olur. Şərt deyil ki, biz də ay bazarına daxil olaq, amma sabahın nə gətirəcəyini heç vaxt heç kəs bilə bilməz. Və gün axını biz trade edərkən bu all time high'ları burada negativ tərəfdə çox böyük konfluenslar var idi. Misal üçün Evergrande krizi, digər faiz artışı ilə bağlı gedişatlar, 4 illik cycle'ın sonuna gəlməmiz və s. və ilaxı. Günü bugün bu varmı? Sualını özümüzə soruşduqda o günkü qədər negativlik yoxdur. O günkü qədər negativlik yoxdur. Amma ki, inanılmaz dərəcədə də müsbət bir xəbər olduğunu demək məncə yalan olar. Yalan olar. Yəni bir hərəkətlə yüksəldik, amma bunun davamlılığını görməyimiz üçün də nə olmalıdır? Bir alış fürsəti bazar verməlidir. Necə ki burada alış fürsəti vermədən, dayanmadan yüksəldi, düşdüsə, eynisinin bənzərini görə bilərikmi? Bunu maraq edirəm. İndi gəlin baxaq. Görək hal-hazırda bazar nə kimi bir bənzərlik içərisindədir. Gəlin ilk növbədə burada range'imizi qeyd edək. Qiymət gəldi. Bir swing failure pattern elədi. Ondan sonra ola bilər ki, qiymət düşsün bu hissəyə. Sonra bir daha bura yüksəlsin. Gəlsin həftəlik şamı
bunun altında bağlasın. Ondan sonra qiymət düşsün. Baxın, bu gözəl bir senaryodur, gözəl bir patterndir. Necə deyirlər, yaxşı bir kinodur. Amma hələ çəkilməyib. Bu kino haçan çəkilsə, onda biz bunu trade eləməliyik. Yəni bu danışdığımdan ən önəmli alacağınız not budur. Burada keçmişdə mənim elədiyim xətalar içərisində insanın bir senaryo, bir hekayə üstünə bütün planını qurmasıdır. Amma ki, əslində olan bir çox plana hazırlıqlı olub, təsdiq və invalidation, yəni ki, keçərsiz olduğu nöqtələri bilib, təsdiqləndikdə artıq ona uyğun əməliyyatlar açmaq, amma ki, keçərsiz olduğunda artıq onu unudub buraxmaq lazımdır. Onda gəlin baxaq, haçan bu senaryo təsdiqlənəcək. Bu senaryonun onsuz da biz hal-hazırda bu təpəyə stoplu shortlamışıq. Okey. Hal-hazırda bizim bundan qorxmağımıza ehtiyac yoxdur. Shortumuz var. Nə gözəl. Yaxşı. Burada qiymət düşsə, biz nə etməliyik? Bu hissələrdə misal üçün long almalıyıq. Düzdür? Və bizim onsuz da keçən həftədə danışdığımız həcm səviyyəsinin üst səviyyəsi, Fibonacci 618-66 və s. bir zonası vardı. Amma demişdim ki, həmin hissədən longlamağı planlamıram. Yeni bir dip gəlməsini gözləyirəm. Niyə? Çünki daha da yeni təpələrin gələcəyini düşünürəm. Amma bunun tam əksinə baxdığımızda bu senaryoya görə ilk növbədə bu hissədəki longu bəlkə bu həftə dəyərləndirə bilərəm, əgər təbii ki gəlsə. Və bunun davamında mən bazarın düşməyini gözləməyəcəm. Əgər qiymət burada swing failure pattern eləsə, həftəlik şam üstünə atsa ya da 3 günlük, amma ki altında şam qapanış eləsə, onda shortlamağın tərəfdarıyam. O vaxta kimi biz bazarda yeni düşüşlərin gələ biləcəyindən bəhs edə bilmərik. Bu hissədə bir sual olan varsa, yazsın, zəhmət olmazsa elə davam edək.